50 yaşlı 5 uşaq nənəsi olan bu qadın süni intellektin səhvi ucbatından həbsxanaya düşüb. Qeyri-adi hadisə Amerika Birləşmiş Ştatlarının Tennessee ştatında yaşanıb. Belə ki, polislər 2025-ci ilin aprel-may aylarında Şimali Dakotada bank dələduzluğu işini araşdırıblar. Bu zaman müstəntiqlər süni intellektlə işləyən üz tanıma proqramından istifadə ediblər. Sistem saxta vəsiqədən istifadə edərək bankdan pul çıxaran başqa bir qadınla 50 yaşlı Angela Lipsi səhv salıb. Ötən ilin iyulunda polislər şübhəli hesab etdikləri Lipsin evinə silahlı basqın edib və onu həbs ediblər. Qadın yalnız bank qeydləri müstəntiqlərə təqdim olunduqdan sonra azadlığa çıxa bilib. 6 aya yaxın günahsız yerə həbsdə yatan qadın bu müddətdə xərcləri qarşılaya bilmədiyinə görə evini, itini və maşınını itirdiyini söyləyib. O deyib ki, polislər hələ də bu ciddi səhvə görə ondan üzr istəməyib və xərclərini qarşılamayıblar. Qeyd edək ki, bu ilin əvvəlində Böyük Britaniyada da oxşar hadisə baş verib. Belə ki, süni intellektin səhvi ucbatından bir kişi heç vaxt olmadığı şəhərdə oğurluq etdiyinə görə həbs edilmişdi.